Selection mövzusunda durmadan irəliyək. Yəni həddən artıq mövzular çoxdur əslində selection-la bağlı və növbəti daha asan, keçən dərsdə qeyd etdiyim müasir alətlər olan, daha doğrusu bir alətdir, bir funksiyadır. Object Selection Tool və Select Subject funksiyası ilə tanış olaq. Ümumiyyətlə birinci gəlin Select Subject-ə baxaq. Biz Quick Selection-ı da, Magic Wand-u da seçəndə görürsüz yuxarıda Select Subject funksiyası aktivləşir. Daha doğrusu belə bir seçim gəlir bizə. Həm Object Selection, həm Select Subject ümumiyyətlə nisbətən son versiyalarda, son dönəmdə adobçuların bizə təklif elədiyi süni intellekt və ya mürəkkəb alqoritm əsasında seçim etməyə imkan verən funksiyalardır, alətlərdir. Baxa görə nə dərəcədə doğrudan da ağıllıdır, nə qədər işimizi asanlaşdırır. Heç bir şeyi seçməmişəm, nəyisə aktivləşdirməmişəm. Yəni sadəcə Magic Wand ya da Quick Selection Tool aktivdir. Select Subject eləyirəm. Alqoritm fotoda obyekti təyin eləməyə çalışır və əslində görürsünüz kifayət qədər də yaxşıdır. Başa düşdü ki, bu fondur, digər bu topada olan meyvələr də obyektdir. Təbii ki, ideal deyil. Sonradan təkmilləşdirmək üçün kifayət qədər yerlərimiz var. Yəni lazım gələrsə Quick Selection və Magic Wand-la bu hissələrdən biz selection-ı çıxarda bilərik. Amma bu bir baş ağrısıdır. Bunun yəqin ki, biraz daha rahat variantı olmalıdır. Həmin rahat variant da əslində elə Object Selection Tool-dur. Bu da W-nun aktivləşir, digərlərinin müasir gənc qohumlarındandır, ailə üzvlərindən biridir. Tamam, necə işləyir? Aləti seçdik, kanvasın üzərinə gətirdiyimiz anda avtomatik özü fonda obyektin nə olduğunu təyin etməyə çalışır. İndiki halda obyekt kimi bu fon, bu müstəvi seçilir. Tamam, ola bilər biz məsələn fonu seçmək istəyiriksə, tık və avtomatik fonu seçdi. Hətta yaxınlaşsa görürük ki, kifayət qədər bundan əvvəlki Select Subject-dən fərqli olaraq kifayət qədər qəşəng seçib. Təkmilləşdirmək üçün hər zaman həmişə yerimiz var, amma əsasən yaxşıdır. Yəni ən azından sonradan təkmilləşdirmək istəsək işimiz biraz daha asan olacaq. Command eləyək, deselect eləyək və Object Selection-dan işə davam eləyək. Yəni obyekt, daha doğrusu alət aktivdir. Və fonu deyil də tutaq ki, mən ancaq moruqları seçmək istəyirəm. Ya da bu nədir? Qaraqatları seçmək istəyirəm. Moruqların üzərində dayanaq. Vurdum, avtomatik seçdi. Kifayət qədər də yaxşıdır. Digərinin üstünə vurdum, digərini seçdi. Amma mən istəyirdim ki, hamısını seçsin. O zaman nə edirik? Bizdə yadınızdadırsa, selection-ı əlavə eləmək üçün Shift düyməsinə basıb saxlamaq lazım idi ki, biz bunu kursorun yanında əmələ gələn hop plus işarəsindən də görürük. Tıkladıq, tıkladıq, tıkladıq. Və əslində yaxınlaşdırıb kontrol eləyək. Kifayət qədər əla, hətta ideala yaxın demək olar ki, bir seçim eləyib. Təbii ki, burada bəzi yerlər seçimdən kənarda qalıb, onları da çox rahatlıqla, hətta heç ağlımıza gəlməyəcək istənilən, nə bilim, elliptical market tool-la belə biz oraları selection-a əlavə eləyə bilərik. Amma ümumən alqoritm obyekti indiki halda Malina'nın moruğu digərlərindən çox rahatlıqla ayırd eləmiş oldu. Əgər çox ideal kənarlarla seçim deyilsə ki, bunun üçün bizdə pen tool lazım olacaq, o bizim növbəti dərslərimizin mövzusudur. Bu deyilsə, hal-hazırda günümüzdə Photoshop istifadəçilərin az qala 90, bəlkə də 95% hallarda müraciət edəcəkləri və kifayət qədər yaxşı nəticə əldə edəcəkləri alət budur, Object Selection Tool. Yoxlayın, test edin, növbəti dərsdə görüşərik.